Salih TV kanalına abone olmayı unutmayın. Sizleri çok seviyorum. Novruz gözəllik əlamətidir. Elə buna görədir ki, bahar gəldiyi zaman hər tərəf gözəlləşir. Novruz toy-büsatdır, şənlikdir. Əzizlərimiz, sizi bu əziz Novruz bayramı, bahar bayramı münasibəti ilə ürəkdən təbrik edirik. Bayramımız mübarək! Bu bayramda insanoğlunun arzu niyyəti çiçək açır. Öz dədə-baba ocağından, yurd yuvalarından ayrı düşən həmvətənlərimiz hər il bu bayramı niskillə, kədərlə keçirirdilər. Artıq düşmən tapdağında olan torpaqlarımız Cənab Ali Başkomandan İlham Əliyevin və igid oğullarımızın sayəsində azad olub. Yaxın illərdə öz milli bayramımızı doğma ilimizdə Qubadlıda qeyd edəcəyik. Əzizlərimiz, bir daha sizi bu el bayramı münasibəti ilə təbrik edir. Sizə can sağlığı, könül xoşluğu, toy, büsat, şən ömür gün arzulayırıq. Hörmətli qonaqlar, təbrik üçün söz verilir Qubadlı rayon İcra Hakimiyyəti başçısı Cənab Malik İsaqova. İlin son çərşənbəsidir, torpaq çərşənbəsi. Bu torpağın oyanması insanların artıq hərəkətə gəlib, öz işləri ilə məşğul olması deməkdir. Əlbəttə, bu gün Azərbaycanın hər yerində toy, bayram əhval-ruhiyyəsidir. Mən bu münasibətlə sizin hər birinizi ürəkdən təbrik edirəm. Sizin ailənizə, uşaqlarınıza xoşbəxtlik arz edirəm. Arz edirəm ki, hər gələn illərimiz belə yaxşı olsun, təmtəraqlı olsun. Biz gün o gün olsun ki, biz bu bayramlarımızı öz torpaqlarımızda, öz kəndlərimizdə keçirək. Artıq bilirsiniz ki, bütün işğal olunmuş rayonlarda tikinti quruculuq işləri gedir. Bu yaxınlarda Allah qoysa aprel-may aylarında Qubadlının 2 kəndinə köç olacaq, həm Zilanlı kəndinə, həm Mahruzlu kəndinə. Ondan əlavə 4 kəndimizin tikintisi başlayacaq, rayon mərkəzinin tikintisi başlayacaq. Mən əminəm, arxayınam ki, gələn il bu vaxt burada olan insanların böyük əksəriyyəti artıq öz kəndində, öz elində, öz obasında bu bayramı qarşılayacaq. Mən sizin hamınıza bunu arz edirəm. Arz edirəm ki, öz dədə-baba yurtlarımızda, öz evlərimizdə bu bayramları qarşılayaq. Allah Cənab Prezidentə ömür versin, can sağlığı versin. O özü deyir, nəyi nə vaxt eləmək, o yaxşı bilir. Ona görə də mən əminəm ki, Cənab Prezident verdiyi sözlərin hamısını bu günə qədər tutub, bundan sonra da tutacaq. Bütün köçkünlər öz doğma el obasına, yurduna qayıdıb şən-firavan yaşayacaqlar. Mən sizin bayramınızı bir daha təbrik edirəm. Hər birinizə can sağlığı, bayram əhval-ruhiyyəsi, xoşbəxtlik arz edirəm. Sağ olun. Dəyərli qonaqlarımız, bu bayramımız musiqisiz, sazsız, sözsüz olmaz. Elə istərdim ki, bu gözəl bayramımızı təbrik etmək üçün səhnəmizə dəvət olunsun. Fəxrəddin Hüseynov adına Qubadlı rayon Mahmudlu kənd uşaq musiqi məktəbinin xanəndə müəllimi Əfruz Atakişiyeva. Təbii ki, bizim gürültülü alqışlarımızla. En şirin, en güzel arzular gelir. Hədiyyə telindən qonçalar gelir. Novruz bayramınız mübarək olsun. Hədiyyə telindən qonçalar
xalq öz əziz bayramını əsrlər boyu qoruyub saxlamış, həm də inkişaf etdirib zənginləşdirmişdir. Xalq bu bayramı öz şifahi folklorunda, nəğmələrində, bayatlarında, musiqilərində əvəzləşdirmişdir. Əzizlərimiz, indi isə bayramımızı təbrik etmək üçün səhnəyə dəvət edirik. Beynəlxalq Muğam müsabiqəsi laureatı İlkin Əliyev. Alqışlarımız gəlsin. Olsun. Qalib xalqının məğrur vətəndaşları, bayramımız mübarək olsun, əziz Qubanlılar. Şam düzü koyarsımız yılız, şöyle saçan arzunu biri de bizim olsun. Süfrelere şam düzü koyarsın. Ne güzel şanlar var, canım parlayan ulduzu var. Azerbaycanım, Azerbaycanım parlayan ulduzu var. Müsətim, milli vüqarımsan, Novruz. Güzel bir xanımı dəvət edirik. Təbii ki, bizim alqışlarımızla icra. Güller üstüm seninleyim, seve seve bulsun benden hoşbəxt dehanı. Hoşa gezey dünyanı seninleyim, benden hoşbəxt dehanı. Mən də Ali Baş Komandanımız İlham Əliyev başda olmaqla bütün Azərbaycan xalqını Novruz bayramı təbrik edirəm. Arzu edirəm ki, gələn bu vaxtda bayram keçir. Amin. Bayramımız mübarək. Keçir bayramlara çıxasınız. Ölkəmiz üçün, millətimiz üçün uğurlu bir il olsun inşallah. Bütün ətraf qonşulardan müharibələrdə başa çalsın, insanlar gözəl, rahat bir həyat sürsün. Hamınızın bayramı mübarək olsun. Hər vaxtınız xeyir olsun. Eyvallah. Vatandaş sağ olsun. Bugün bütün cəmaatın hamısının bayramı təbrik edilir. Həmişə belə gözəl bayramlarda firavan günlər arzulayırıq. Nəvəşir müəllim, vəziyyətiniz çoxdur. Bu idmançı uşaqları yəqin siz hazırlamışsınız. Uğurlarınız bol olsun. Bir bayram təbrik edilir. Çox sağ olun. Mən də Qubadlı xalqını, Azərbaycan xalqını təbrik edirəm. Hər bizdə əmləmanlıq siz arzulayıram. Bayramınız mübarək olsun.
Teşekkürümüzü bildiririk değerli şehir atamız Elkan Atay'a. Sizin büyüttüğünüz oğullar sayesinde biz artık azad, müstakil, Qarabağla Azərbaycanımızda yaşayırıq. Buna görə sizlərə borcluyuq. Buna görə sizlərin qarşısında baş əyirik. Və əziz qonaqlarımız qeyd edək ki, hal-hazırda idman döşəyimizdə bizim idmançılarımız öz məharətlərini göstərirlər. Və yenidən söz musiqinindir. Əzizlərimiz, gəlin sizinlə birlikdə Turan rəqs qrupunun rəqsinə tamaşa edək. Buyursunlar Turan rəqs qrupu. Novruz bayramımız mübarək olsun herkesin. Allah can sağlığı versin xalqımıza, millətimizə, elimizə, obamıza. Ancaq xoş günlər arzulayıram. Allah şəhidlərimizə rəhmət eləsin, ruhu şad olsun bütün şəhidlərimizin bu gözəl gündə. Allah qazilərimizə can sağlığı versin. Biz onların sayəsində bax belə gözəl günləri yaşayırıq, şahidi oluruq. Allah qorusun ölkəmizin prezidentinin, xalqımızı, millətimizi, bayramımız mübarək olsun. Torpaq çərşənbəsidir, torpaq oyanı, torpaq anadır, qurusu nəvlər. Bunu yaradandan diləyim budur ki, bu bayram Azərbaycana sabitdir, əmin-amanlıq, bolluk, rifah gətirir. Bayramımız mübarək olsun. Təşəkkür ederim. Mən də bütün xalqımızı təbrik edirəm. Çərşənbəsi münasibəti ilə həmişə xalqımıza firavanlıq olsun, gözəl günlər olsun. Bu gün olsun ki, öz doğma torpağımız, Qubatlımızda belə bu cür çərşənbələri qeyd edək, bayramlarımızı qeyd edək. Çox sağ ol, bütün xalqımızı təbrik edirəm. Ben de Azerbaycan xalqının bayramını təbrik edirəm. Baxın çərşənbəsi bayramı mübarək olsun bizə. Xoş günlər olsun. Bahar, isteklimsen baştan binadan. En güzel kızıkan sen təbiətin. Xoşbəxt yaranmışsan, xoşbəxt anadan. Könlümün gözü sen şiirin sənətin. Gel olmasın bal olsun, eldekiler sağ olsun. Hanımlardan da biri çosanıp pay versin demək gelir. Ay sen öyle. Özün öyle. Ay mürtet oğlu mürtet. Ne diyorsun? Ne qala sana pay verəcəklər. Bəs bilmirdi ki, ömrü xonsanı gedib meşədə tək yiyəndə, gələcək yiyəndə. Dere elimin içindədir. Yaxşı, məni yuxuya verir. Bu bahar qızı da fırtatı. Salam məşədə. Hoş geldin, çok sağ ol, Bayramı keçir. mübarək ay bahar qızı. Teşekkür ederim, sizler Bahar. Vəri gəli ay çosa. Deyirəm gör nə gözəl bahar qızıdır. Özdə sən də subaysan, nə deyirsən? Hə?
Yox, birinci mən, sonra sən. Özüm elə. Yer əynə. Nədir? Bura bax, özdə mən səndən danışmıram. Niyə? Küsmüşəm. Ne oldu? Sən elə hər il deyirsən ki, ay keçən, bayram payını yad böləcək. Harda yarıb bölürük? Götürürsən özün yeyirsən, şəkəri, paxlavanı, nə bilim, qoğalı, marda bilirsən nə verir ay Bahar qızı. O qozun fındığın qabığın verir ki, ala ye. Yaxşı, ay keçən, buyuracaq. Bu il söz verirəm sənə, bütün payları yığacam, bir yerdə böləcək. Yox, söz verin. mən sana inanmıram. Ay Bahar qızı, denən doğru, Yox, bax baba, söz benim verirəm. üstü mən səndən barışmayacağım. Söz vermişəm Bahar qızı, bununla barışan döyüləm. Ben de barışmam. Köçər, keçər, heç bayramda dalaşmaq olar. Əlbəttə ki, olmaz. Olmaz. Zəbilimi barışaq deyirsən. Əlbəttə ki, barışın. Bax, bu bayram hər bir kişilərin barışdığı gündür. Bir şərtdən barışacağım bu mürtət oğlu mürtətdən. Hə, bir şərtdən. Ne görüm? Bax, mənə söz verəsən ki, bayram payını yarı-yarı böləcək. Söz ver. Xonçanın ağır tərəfi mənim, yüngül tərəfi də sənin olacaq. Fikirləşim. Hə, Tanağar, ev yoxsa o da söz. barışaq. Hə, barışaq. Ondakı o barışıq sözlərini deyək. Ağdaş, qaradaş, kosanın başına daş. Mən zarafat edirəm da, nə deyəcəm? Başına dönəm. Harada xüsusi yumurta, dayan körək. Şərti mən deyim, siz deyirsiniz. Sən deyən kosan. Mən deyim. Bax mən udussam, siz nə istəsiniz onu eləyəcəm bu meydanda. Amma siz udursanız, bax keçən sən də bilirsən, əmim oğlu deyicilərdə işləyir. Baxın, başlayaq. Başlayaq. Oradan bir qəşəng musiqi. Aha, ya Allah. Bir dəqiqə buyurun. Yehdi. Çalanda qarxıya çəkilin. Çal, arkaya Əli qalib gəldik dana qadana. Evi müəllim uduzdu. Evi müəllimin şirinliyi gəlsin gəlbə. Müəllimlərlə toxuşdular, buyurun. Tamam, komandir. Ay çox, eşq olsun. Abi çalar, abi. Şaq, ardıya çəkilin. Ne oldu? Ne oldu? Uduzdu. Bu yetimi evlendirmeye yığıram. Kız tapmışıq. Hə, nağar. Hesab, çok sağ olun. Bir daha bayramınız mübarek olsun. Siz gedin ben. Benimle toplusunuz. Hə, davam eləyəcəm. Dayan. Çok sağ olun. Teşekkür edirik. Mali benim değil adətdən dəfə toplusunuz basınız. Yok, mali benim değil ki. Mali benim ürəyə. Sağ olun mali benim. Bayramımız bir daha mübarek olsun. Bir alkış geldi. Cəmi Qubalqı cəmaatımızı təbrik edirəm və bir gözəl Novruz bayramınız mübarək olsun. Oxuyam, gələcəm sizin yanınızda bir yerdə rəqs eləyərik. Maşallah. Mən də vətənimi, millətimi, xalqımı, əziz Qubatlıları ürəkdən təbrik edirəm. Onlara bol ruzu bərəkət, sülh, əmin-amanlıq, bu sülhü bizə yaşadan, bu 3 gün ayaq üstə rahat nəfəs almağa səbəb olan şəhidlərimizə rəhmət, qazilərimizə Allahdan can sağlığı, uzun ömür. Başda Ali Başkoman olmaqla bütün əsgərlərimizə Allah qorusun deyirəm. Mən də öz doğma elimizdə olmamızın insanların hamısını təbrik edirəm. Bu gözəl gün münasibəti ilə, Novruz bayramı münasibəti ilə. Allah hamıya can sağlığı versin. İnşallah
bu gözəl günləri, bayramlarımızı öz doğma yurdumuzda, Qubadlımızda keçirək. Bayramımız mübarək olsun. Bugün Azərbaycan xalqının ən gözəl bayramlarından biri Novruz bayramıdır. Mən də bu bayram münasibətilə bütün xalqımızı təbrik edirəm. Əmin-əmanlı, bərəkət, mehribançılıq arz edirəm xalqımıza. Və arz edirəm ki, növbəti bayram tədbirimizi Qubatlımızda, doğma torpağımızda keçirək. Təşəkkür edirəm Aliş müəllimə belə bayramlar yaratdığınız üçün. Allah şəhidlərimizi rəhmətli eləsin. Allah xalqımızı qorusun. Çox sağ olun. Bayramınız mübarək olsun. Çox sağ olsun ki, mali müəllimi təşkil edin. Zamanlıyım, gözəl bayram keçirin. Hələ neçə ildir belə olmamışım. Sağ olsun hamısı, hamımızı təbrik edin. Neçə belə əziz günlərə İlk Qubadlı Şadgəzdə İdman Şahmat Məktəbində Cavanşir müəllimin təşkilatına. İnşallah bunlar bizim gələcəyimizdir, acıdan fəxridir. Hər zaman belə idmançıları qabaq keçmək lazımdır. Çox sağ olun, minnətdarım, var olun. Çox sağ olun. Mən də bu gözəl bu İlaxır çərşənbəsi günü və qarşıdan gələn Novruz bayramı münasibətilə bütün Azərbaycan xalqını, o cümlədən öz rayonumuzun cəmaatını ürəkdən təbrik edirəm. Arzu edirəm ki, hər zaman belə toy müsatlı olsun, əmin-amanlıq, sülh olsun. Bir daha təbrik edirəm mərkəzi. Ölkəmizdə sülh, əmin-amanlıq hər zaman olsun. Sağ olun. Elimizin İlaxır çərşənbəsini Novruz bayramına təbrik edirəm. İnşallah o gün olsun ki, gələni Qubadlımızda qeyd edək bayramımızı. Qubadlıda, Qubadlının kəndlərində belə bir gözəl bayram keçirək. Var olsun rayonumuz, var olsun uluslararası. Həmişə belə bayramları yüksək səviyyədə keçirək. Təşəkkür edirəm. Salamlayıram xalqımızı, Qubadlıda bağlı. Hər birinizi axır çarşamba münasibətilə qarşılayıram. Novruz bayramını ürəkdən təbrik edirəm. Can sağlığı arz edirəm. Arz edirəm ki, bax belə gözəl tədbirlər, bayramları Qubadlımızda, sərəlimizdə, Azərbaycan yurtlarımız, Allah'ın qeyd edir. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə sağlıq etsin. O gözəl yurtlarımızı, o əvvəldə, əzəldə, babalarımızın ruhunu inləyən, o yurtlarımızı sizə qaytarmaq, hər birimiz qürur hissi ilə bu gözəl günlərdə inşallah Qubadlımızda, o gözəl Qubadlımızın, ümumiyyətlə Azərbaycanımızın işğaldan azad olmadan gözəl yurtlarımızda inşallah gözəl bayramlar keçirir. Müqəddəs bayramlarından biri də İlaxır çərşənbə, dalınca gəlir Ramazan bayramı, ondan Novruz bayramı, xalq üçün ən sevimli, özdə bizim qaçqın deyilik, yerimizə qayıdırıq. Bir neçə gün bundan qabaq gedib orada tonqallarımızı qalamış oldu kəndimizdə. Mən hamını təbrik edirəm, bütün Qubadlıları təbrik edirəm, hamına. Bu xoş günlər hamıya qismət olsun, öz yerimizdə. Bayramımızı təbrik edirəm. Novruz bayramı Azərbaycanın ən əziz bayramıdır. Yəni bundan gözəl bayram yox. Bugün də hamımızın bayramı bayrak olsun, ailənizin, uşaqlarınızın içində xoşbəxt yaşarsınız, həm də Qubadlıda yaşarsınız. Sağ olun. Bu Novruz bayramı bizim milli, mədəni xalqımıza olan dəyərlərdən birincisidir. Bu dəyərləri bizi çatdıran milli sərvətimiz şəhidlər olubdur. Allah'tan onlara rəhmət diləyək, ruhları şad olsun ki,
bugün onların sayesinde biz bir şen, hoşbəxt bir bayram havasında yaşayırıq ve bu bayramı qeyd edirik. Bugün de xalqımızın bayramıdır, ilaxır çərşənbədir. Ayın 20'si, 19-20'si həmin bu Ramazan bayramıdır, Novruz bayramıdır. Bu münasibətle mən də həmkarlarımla qoşuluram və bütün xalqımızın bayramını təbrik edirəm. Allah'tan arz edirəm ki, bütün qaçqın rayonların cəmaatı gələn illəri öz elində obasında bu bayramları keçsin. Yaşasın Azərbaycanımız, yaşasın prezidentimiz. İlaxır çərşənbədə hamının bayramını təbrik edirəm. Uzun ömür, can sağlığı. Bayram mübarək Bakı zamanı deyirəm. İlaxır çərşənbə, torpaq çərşənbəsi. Bizdə baca deyirlər. Gözəl bayram yaşımızda, vaxtımızda çox gözəl keçirirlər. İndi də inşallah Sumqayıtdayıq, bayramdır, bayram əhval-ruhiyyəsidir. Gün o gün olsun ki, gələn illərdə bu təntənəli olduğu kimi, yerimizdə, elimizdə olduğu kimi o baca bayramların gözəl, o vaxtki kimi daha gözəl keçirək, elimizdə, obamızda keçirək. Hamını, bütün xalqımızı təbrik edirəm. Novruz bayramımız mübarək olsun. İnşallah Qubaltda qeyd eləyərik. Talih TV kanalına abone olmayı unutmayın. Sizleri çok seviyorum.